Gəl. Salam Səbinə. Salam Nəzrin. Sujetinə baxırdın yəqin ki, burada. Hə, baxdım, çox maraqlanıb. Amma nahar vaxtıdır, çox da acımışam. Sən? Mən də çox azmışam. Bəlkə də gedək yemək yeyək. Gəl gedək, elə mən hazırlayım, dadına baxaq. Görək necə alınacaq. Allah, getdik. Getdik. Şefman rubrikasına xoş gəlmisiniz. Bu dəfə fərqli ləzzət, isti mətbəx və xoş söhbətlərlə qarşınızdayıq. İndi hazırlayacağımız yemək mıhlama, Qaradənizə xas olan bir yeməkdir. Mən bu yeməyi ilk dəfə hazırlayacağam. Mənə kömək edəcək olan şefimiz Əşrəf şefdir. Başlayaq şefimiz. İlk olaraq nə etməliyik? Əvvəlcə xoş gəlmisiniz. İlk olaraq bizim mıhlamaya aid özəl tavamız var. Yəni mıhlama sadəcə bu tavada bişər. Bakır tava deyirlər buna, misdən hazırlanmış. Öncə ocağa qoyduqdan sonra yandırırıq. Gözləyirik tava istinsin, çox az bir şey. Sadəcə durmadan bunu qarışdırmaq lazım. Çünki çox yəni qıraqlardan, kənardan od çıxarsa əlimizi yandırar. Bu sadəcə buna yetər. Mən özüm də ilk dəfə hazırlayacağam bu yeməyi şefim. Lakin ilk hazırlayanlar üçün nə məsləhət görürsünüz? Nə etməlidirlər bu yeməyi hazırlayanda? Diqqətlə şefdən öyrənməlidirlər. Diqqətlə. Yəni heç bir şeyi qaçırma. Mıhlama elə bir şeydir ki, yəni bunun az qoyarsan olmaz, çox qoyarsan yenə olmaz. Bunun standartı var yəni. Onda mən də sizi diqqətlə qulaq asım ki, eləyə bilim. Baş üstə. Nə etməliyəm? Deməli kərə yağımızı qoyuruq. Bundan qoymalıyam. Buyurun, bəli. Hamısını qoymalıyam. Bir dənə də qoyun. Bəs. Tam əriyəndən sonra biz mısır ununu əlavə eləyəcəyik ora. Biraz gəlin də. Aha, yağ tam hazırdır. Əriyəndən sonra nə Bu etməliyik? dəqiqə mısır ununu alırsınız. Bir Bəli. qaşıq. Çox az bir şey də əlavə yox, çox olar. Bu qədər? Yetərincə bəsdir. Bunu qoyuruq təkrar yerinə. Qaşığı götürürük və bununla bunu tutursunuz. Davamlı. Belə qarışdırırıq. Bəli. Bu arada çox az, Duz tökülür. çox az miqdarda Aha, duz əlavə olunur. edirik. Çünki buna əlavə olunan peynirin duzu olmur. Nə pendir istifadə edirik şefim? Bu sırf Trabzondan gəlmə pendirdir. Trabzondur, Giresundur. Sırf yəni o tərəfə aid pendirdir də. Bu bizim bu Naxçıvanda, Azərbaycanda olmur belə pendir. Bəs mıhlamanı Qaradəniz hazırlamaq bölgəsinə istəyən bir aiddir. Azərbaycanlı vətəndaş, bəs onda nə etsinlər ki, hazırlaya bilsinlər? Yox, bu sadəcə yəni Qaradəniz bölgəsinə aid olduğu üçün ya orada yeyəsən, ya da Qaradəniz restoranında yeyəsən. Başqa heç bir yerdə yəni mümkünsüzdür. Düzdür. Bax bu anda bunun suyunu əlavə edirik. Bu artıq hazırdır, Bəli, qarışdırdığımız. bəli. Bax köpüyü çıxdısa yetər. Aha. Bax bunu yetərincə Qarışdıra eləməliyik. bəli. Aha. Bir Yavaş, stəkan- yavaş, çox yavaş, çox yavaş. Bir stəkanda su əlavə edirik. Bəli. Çox yavaş qarışdırın. Çünki bu davamlı qarışılmalıdır. Hazır olana qədər qarışdırılmalıdır. Bəli. Bunun qaynamasını gözləyəcəyik ki, onun həm də mısır unu suda qaynadıqca açılır. Qaynayana qədər qarışdırmalıyıq. Bəli. Qarışdırmasaq onda istədiyimiz Alınmaz. alınmaz. Yəni onun ya biraz zəhmətli olmalıdır da. Məncə dadı çox qəşəng olacaq. Yəni mükəmməl. İlk dəfə hazırlayıram şefim, görək necə alınacaq. Yaxşı olar. İndi şefim, indi nə etməliyik? Bax Artıq anda- tam vaxtıdır Bəli. məncə. o pendirə ücə hazırdır. Onu qoy mən töküm də. Pendiri təxminən 100 110-120 qram arası əlavə edirik. Aha. Qarışmır Yəni axı. bu peynir sadəcə Türkiyədə olur. Yəni bizdə yoxdur. Heç bir yerdə satışda yoxdur. Çünki bu özəl bir pendirdir. Aha. Bunu da Qarışmır davamlı axı şefim. qarışdırmalısınız. Bunu da sizə öyrədim. Bağışlayın. Qorxmayasınız. Yeməkdən çəkinməməliyik. Bəli. Çünki bunun vaxtı var, uzanma vaxtı var. Yavaş-yavaş indi qarışdırın özünüz. Tam öyrənirsiniz. Uzadın.
Yavaş-yavaş, bəli, bəli. Tam o tavanın ortası ilə qaldırır. Mənim kimi tökməyin qırağı. Əla. Artıq quymağımız servisə hazırdır. Artıq quymağımız hazırdır. Onun özəlliyi odur. Çünki o tez qırılmamalıdır. Yəni bunun özəlliyi budur. Yəni bu uzanmalıdır. Onu da bacarmısınız. Şefim, əllərimizə sağlıq. Çox gözəl bir yemək oldu. İlk dəfə də hazırlayırdım. Möhtəşəm oldu məncə. Ümid edirəm ki, bu buraxılışımız həm maraqlı, həm də faydalı oldu. Şefmən rubrikasında fərqli ləzzətlərlə gələn səfərdə qarşınızda olacağıq. Sağ olun, salamat qalın. Bu rubrikada fikir vermişəm, həmişə fərqli avtomobillər tapırıq. Dedim, bu dəfə də fərqli olsun. Biraz baxın. Elə bu yaxşıdır ki. Hə, yaxşıdır. Nismo toxunuşu vardı, fərqli patroldur. Bunu çəkib sizə göstərmək olur. Bugün yanımızda Nissan markası var, ancaq çox fərqli bir modeldir. Nissan Patrol Nismo. Ümumiyyətcə belə bir ayrım eləyək. Nissanın Nismo markası nə deməkdir? Belə izah edeyim. Mercedes-də AMG necə üstün güc göstərirsə, BMW-də M-lər necə güc göstərirsə, Nissan-da da Nismo markası bir alt markadır. Nissan modellərinin daha da güclü olmasını tərtib eləyir. Bugün yanımızdakı avtomobildə Nissan Patrol'un Nismo modelidir. Üstündə Nismo'nun body kiti var. 2018-ci ildir. Dağa daşı sürülməli maşındır. Dağa daşı sürməyə yaxşı maşındır. Deməli, avtomobilimizin ön hissəsinə məlumat verəsi olsam, iri ön faralar var. Onun tamamlayıcısı duman əleyhinə LED işıqlar vardı. Burada fara yumaq üçün təminat vardı. Bu hissədə gördüyünüz kimi Nismo emblemi ayrıca göstərilibdir. Ön hissədən bu qədər. Keçək yan hissəyə. Yanımızda deməli 22 ölçüdə Nissan Patrol'un özünə məxsus, həm də Nismo'ya məxsus diskləri vardı. Enlidir, 22 ölçü özünüz bildiyiniz kimi, yəni balaca bir ölçü deyil, bu avtomobil üçün ideal ölçüdür. Burada motorxananı soyutmaq üçün, hava alması üçün deflektor vardı. Avtomobilimizdə gördüyünüz kimi genişliyə daha çox üstünlük verilibdir. Yəni 7 nəfərlik SUV modelidir, sadəcə biraz sporta üstünlük verilibdir. Baş məsafəmi və diz məsafəmi görürsünüz. Burada klimat kontrol var. Bu hissə çox genişdir. Oturacaqlar çox rahatdır. Komforta çox üstünlük veriblər. 4 qapıların 4-ündə də avto şüşəni yendirib qaldırma var. Avtomobilin arxa hissəsinə keçsək, burada stoplarımız var, amma stoplarımız özünüz gördüyünüz kimi indiyə çəkdiyimiz avtomobillərdən fərqli olaraq çox böyükdür, çox nəhəngdir. Bu da avtomobilin qabaritdiyini bildirir. Burada Nismo'nun embleması vardı. Bagaj hissəsinə keçəsi olsaq, 2018-ci il olmasına baxmayaraq, əvvəldən ənənəvi qayda olaraq patrollarda elektronikaya çox üstünlük verilir. Avto bagajdır, avto şüşə qaldırıb yendirilməsidir. Buradan danışmaq istəyirəm.
Avtomobilimizdə karbona çox üstünlük verilibdir. Artıq demək olar ki, 360 dərəcə bu fenderlərin hamısı Nismoya dəyişdirilibdir. Sadəcə motor Nismo olmadığı üçün 2 başlıqlı kruştelimiz vardı. Dediyim kimi 360 dərəcə hər tərəfdə qara və qırmızı rəngin kombinasiyasını görəcəyik. Deməli, bu hissəyə gəlmişkən benzin sərfiyyatı haqqında biraz danışım. Benzin sərfiyyatı 4 motor olduğu üçün yaxşıdır. Bu ölçüyə görə yaxşıdır. Hardasa şəhər içi bir 14-15 litr, trassda da bir 9-10 litrdə yandırır. Amma bu motor 92 ilə işlənilir, amma 95-i daha çox məsləhət görülür. Deməli, yoldaşlar, bu mühərrik haqqında biraz danışmaq istəyirəm. Niyə? Çünki özünüz bilirsiniz ki, dövr onu tələb edir ki, artıq avtomobillər hibridə, elektrikə keçir. Amma burada V6 işarəsindən artıq bilinir ki, bu avtomobilin həm xüsusi bir səsi vardı, həm də yaxşı getməyi vardı. 4 motora görə 275 at gücü, amma hiss olunan bir at gücüdür. Düzdür, istəyərdik 5-6 motor olsun və yaxud da Nismo'nun öz 5-6 motoru olsun. Buna da şükür deyək. Burada bizi hava filtri qarşılayır. Burada akkumulyator enerji yeri vardı. Mühərrikdən bu qədər. Kapodu bağlayaq. Kapoddan biraz mehriban olmaq lazımdır. Deməli, avtomobilin içərisinə keçid alırıq hal-hazırda. Avtomobildə bayaq da qeyd elədiyim kimi artıq burada bizi karbon elementlər çox qarşılayır. Sükanın üstündə çox hiss olunur. Qara-qırmızı tamamlayıbdır, əla görünür. Avtomobil ümumiyyətlə çalışdıqları qədər Nismo'ya çeviriblər. Əla alınıbdır məncə. Avtomobildə burada modlar vardı. Necə? Əgər sürüşmə əleyhinə və yaxud ABS-dir, ESP-dir, onların hamısı öz yerindədir. Lakin biraz da ərazi şəraiti pis olarsa, burada artıq bu düymələrdən istifadə olunur. Multimediyamız yaxşıdır, ölçüsü 2018-ci ilə görə əladır. Burada dörtlümüz vardı, klimat kontrol vardı. Bir də fikir verdiyiniz kimi hər tərəfdə artıq karbon elementlər çoxdur. Ciblərimiz də genişdir qaydasında. Avtomobildə ümumiyyətcə, yenə dediyim kimi, hər tərəfdə karbon elementdən çox istifadə olunubdur. Balaca da olsa ötüşdürəcək qədər lükumuz vardı. Bir də bunu qeyd etmək istəyirəm ki, burada da Nismo'ya üstünlük veriblər ki, fərqli görsənsin. İndi keçək sürüş testinə. Askı sistemində biraz sportlaşdırma var, Nismo'ya xasdır, gözəldir. Amma yenə də belə ümumiləşdirsəm, avtomobil patroldan fərqli olaraq, sırf patroldan 5-6 və yaxud da 4 motordan fərqli olaraq avtomobil, yəni deyir ki, sırf ərazidə yox, məni asfaltda da sına. Sükanın rahatlığı qaydasındadır. Sadəcə sport olduğunu tam bu hissədən və bu hissədən hiss edirik. Qara-qırmızı detallar da çox qəşəng görsənir. Avtomobildə uzaqdan xoddama da var, onu da göstərərik. Start-stopla istifadə olunur. Belə ümumi görünüşdən və maşının ümumi məlumatından bu qədər. Bizi izləməyə davam edin. Şərh hissəsində də zəhmət olmasa qeyd edin hansı avtomobilləri istəyirsiniz. Qəribədir, baxırsan adi qablarda digər ki, arxasında böyük zəhmət, böyük tarix dayanır. Görsən həm də bu qablar yenə eyni metodla hazırlanır. Əslində yaxşı olar, bəlkə bu dəfə özümə elədi, uçluq sahəsində sınayım. Mütləq sınamalıyım. Bəli, əziz dostlar, bugünkü işgüzar rubrikamızda isə özümü duluzluq sahəsində sınayıram və bu işdə də mənə məhz Elnur bəy köməklik edəcək. İndi isə hazırlama prosesindən başlayırıq. İlk öncə nədən başlayırıq edirik? İlk öncə gili yoğururuq. İçindəki hava boşluqlarını təmizləyirik ki, içində hava boşluqları qalmasın.
Mən bunu həm də indi parçalayıb eləməliyəm də, hə? Yoğurduqdan sonra düzəlməyəcəyimiz qabın ölçüsündə kündələr hazırlayırıq. Bu dəzgahın ortasına onu yapışdırmaq lazım. Ya doğru, belə. Olur ki, sonra biz qopmasın. Hə, qopmasın. Mükemmel. Çalışır Baktım ki, deyəsən. mərkəzə vuraq. Amma pedalı sıxanlar. Bunu? Rəhmin sadırı ikisində. Belə çox bu şəkildə belə qoyuram. Bu əl qalı burada. Bu amma Bu əl qalı burada. Bu əl götürürsünüz. Bu şəkildə. Hə, Götürürsünüz. kənara doğru çəkirəm. Tələsmədən yuxarıya doğru. Bax, bu əl sökəyim bura. Birisi barmaqlar. Bununla. Bu əlimiz qalsın yerində. Bunu qaldırın, buradan tutun. Bu barmaqlar sökənsin bura. Qoy. Tələsmədən, yavaş-yavaş aşağıdan yuxarıya. Deyəsən alınır. Nə ilə aşağı? Ay da. Tələsmədən. Şöncə alınır. Altından belə keçirirəm. Yox, pedaldan çəksin. Qoy yerə bunu, yapışdı yerə. Barmaqları da qoy. Çəksin özünə. Qaldırma. Əli altına qoyun, yavaşca qoy. Düzdür, biraz çox səbirsizləndim. Amma ona rəğmən məncə ikinci dəfə də yaxşı alındırdım. Düzdür, qısa bir müddətdə bunu ərsəyə gətirməyə çalışdıq. Sizdə necə? Bəs mən bu işi bacara bilərəm? Uzun müddət məşğul olsam yoxsa? Siz hər şey insan əlindədir. İstəsəz, o necə deyil. Sizdə o həvəs olsa, əlbəttə ki, Eləmək sən olar. tutaqsa öyrənə bilərsiniz. Əslində çox yaxşı sənətdir. Sadəcə cidden adama çox səbir tələb edən bir şeydir də. Yəni heç uzaqdan baxanda yəni mən bu qədər çətin olduğunu düşünməmişdim. İlk Baxanda dəfə idi. asan görsən. Amma bir başlayanda o cili ora mərkəzə gətirmək, sonra onu çəkmək, Eynən. uzatmaq, qabın formasını bilmək. Bu biraz çətindir. Biraz öyrənmək biraz vaxt aparır. Bəli dostlar, bugünkü işgüzar rubrikamızda özümü duluçuluq sahəsində sınadım. Bəs növbəti dəfə rubrikamızda hansı sahədə özümü sınamağımı istəyirsiniz? Fikirlərinizi gözləyirəm. Sağ olun. Görürsən, universitet həyatı hamı üçün eynidirmi? Məncə, auditoriyada oturmaqla həyatın içində oxumaq tamamilə fərqlidir. Universitetin içində tamam ayrı iki dünya. Biri əyani, biri qiyabi. Ən yaxşısı gedim tələbələrin özündən öyrənim.
Səncə əyani təhsil yoxsa qiyabi təhsil? Mənə görə əslində qiyabi təhsil daha əlverişlidir. Çünki mən Balakən şəhər Uşaq İncəsənət Məktəbində müəllimlik fəaliyyəti ilə məşğulam. Lakin mən yaşı kiçik olan tələbələrə məsləhət görərdim ki, əyani təhsil alsınlar. Çünki onların formalaşması üçün əyani təhsil daha yüksək rol oynayır. Mənim üçün qiyabi təhsil daha əlverişlidir. Çünki mən həm işləyirəm, bu baxımdan qiyabi təhsil mənim üçün daha uyğundur. Belə bir fikir deyərəm ki, qiyabilər əyanilərə nisbətən daha çox təcrübə toplaya bilir. Məsəl üçün belə deyək, əyanilərdə müəyyən dərs oxumaq kimi faktorlar vardır ki, bunlar müəyyən zaman alır onlarda. Lakin qiyabi təhsildə ildə bir neçə dəfə gəlib təhsil alsaq da, həmin müddət ərzində biz təcrübələr toplayır və əmək fəaliyyəti ilə məşğul ola bilirik. Mən ikisinə də eyni balansda baxıram. Yəni məncə əyani təhsil də yaxşıdır, qiyabi təhsil, çünki hər ikisinin mənfi və müsbət tərəfləri var. Əgər birinin üstünü tutmağa qalsa, heç birini tutmaram. Çünki təhsil metodunda hər ikisində çətinliklər var. Əyanilərin qiyabilərdən üstün tərəfləri odur ki, ənənəvi olaraq dərsə gəlirlər, proqramla tam şəkildə tanış olurlar, müəllimlər xarakterini bilirlər. İmtahan sessiyasından daha əvvəl onlara suallar da atılır, vaxtları da olur, yəni hazırlaşa bilirlər. Qiyabi tələbələrdə isə nisbətən daha çətin tərəfləri odur ki, ildə 2 və yaxud da 3 dəfə gəlirlər, müəllim xarakteri bilmirlər, ən böyük problem odur. Sualların gecə atılma problemləri olur, imtahan dönəmində çox çətinliklər yaşanır. Məncə qiyabi təhsil, mən qiyabi təhsilin daha üstün olduğunu düşünürəm, çünki sessiyalar arası imtahanlar dövründə daha çox bizim zamanımız olur və qiyabi təhsildə bizdə ümumiyyətlə stres olmur. Qiyabi təhsildə deyim ki, sizə əyani təhsildən əsas fərqi həm zaman daha çoxdur, həm də bizim təcrübə yönümündən böyük üstünlüyümüz mövcuddur. Yəni hər kəsin bildiyi kimi qiyabi təhsil, yəni insanın özünü formalaşdırması üçün, işləməsi üçün, çalışması üçün, gələcəyini qurması üçün daha çox vaxt tanıyır. Ona görə qiyabi təhsilin üstünlükləri yəni budur ki, yəni insan işləyə bilər, özünü formalaşdıra bilər, dil öyrənə bilər, istədiyi istiqamətdə, yəni eyni zamanda da diplomunu yəni qazana bilər. Əyani tələbə hər gün yuxudan durur, monoton olaraq dərsə gedir, bütün stressini orada yaşayır. Ancaq qiyabi tələbələr bütün il boyu rahatdır, daha sonra imtahana çox az vaxt qalır. Məncə qiyabi təhsil mənə daha çox rahatdır. Qiyabi tələbələrin ən sevdiyi cümlə hansıdır? Qiyabi tələbələrin ən sevdiyim cümlə, imtahan müddətimizdə hələ çox var, daha çox hazırlaşa bilərsiniz. Qiyabi tələbələrin ən sevdiyi cümlə məncə daha çox vaxtım var cümləsidir. Çünki bizim imtahanlara hazırlaşmaq üçün böyük zamanımız olur. Biz ilin az müddəti dərsdə iştirak etdiyimiz üçün bizim üçün ən deməli sevdiyimiz cümlə dərslərin başlanmasıdır. Yəni dərslər nə vaxt başlanılır? Bu sualdır. İkincisi isə deməli imtahanların vaxtıdır. Bu sualı deməli daha maraqlı qarşılayırıq. Səncə imtahan stressi siz qiyabi tələbələrdə daha çox olur, yoxsa əyani tələbələrdə? Məncə tələbələrdə bu fərq yoxdur. Həm qiyabi tələbələrdə, həm də əyani tələbələrdə imtahan stressi olur. Amma bunu fərqləndirsək, az və çox misal üçün fərqi qoysaq, daha çox əyani tələbələrdə çox olur. İmtahan stressi sizə deyim ki, qiyabi tələbələrdə ümumiyyətlə yoxdur. Çünki mənim 4 ay, 5 ay vaxtım olur imtahanlara hazırlaşmağa. İmtahan qiymətlərim də çox yaxşıdır. Amma əyani tələbələrdə isə dərslərdən sonra imtahanlara çox kiçik bir zaman ayrılır. Bugünkü gün bir çox tələbələr problem yaşayırlar bununla bağlı. İmtahan stressi mənim fikrimcə daha çox əyani tələbələrdə olur. Səbəbi ondan ibarətdir ki, bizim müəyyən qədər vaxtımız olur. Məsələn, belə deyək, 4-5 ay aralarda fasilələrimiz olur ki, o müddət ərzində imtahana hazırlaşırıq. Onlara isə 1-2 gün müddət və yaxud da ki, əvvəlcədən bir həftə müddət verilir ki, həmin imtahanlara hazırlaşsın. Məncə qiyabi tələbələrdə daha çox olur, çünki əyani tələbələr daha çox müəllimlə kontaktdadırlar və müəllimlə daha səmimidirlər. Bizə biraz çətin olur deyə düşünürəm. Düzdür, imtahan həm əyanidə, həm qiyabidə çətindir, təbii ki, o stres. Ancaq ki, məncə əyani tələbələr müəllimi hər gün gördüyünə görə o baxışlara qarşı immunitet yaranır. Ancaq qiyabi tələbələr bir neçə gün gördüyünə görə daha sonra imtahan vaxtı artıq öz-özünə düşünür. Müəllim bu baxışlarla mənə nə demək istədi, anlamağa çalışır. Yəni bu cəhddən də qiyabi biraz dezavantajlıdır.